Axşamınız xeyir. Qısaca vitaminlər və vitamin kompleksləri haqqında fikirlərimi paylaşmaq istərdim. Bildiyimiz kimi vitamin insan orqanizmi üçün çox önəmli bir şeydir. Bir çox vitamin növləri vardır və hərəsinin insan orqanizmində öz funksiyası var. Və bu vitaminlərin yoxluğunda insan orqanizminin bütövlüyü, funksionallığı pozulur. Bəzən vitamin çatışmazlığı adi bir simptom kimi özünü göstərə bilər. Məsələn, dəri quruluğu, yaxud da görmənin pozulması, bəzən yaddaşsızlıq. Bəzən isə çox ciddi fəsadlara səbəb ola bilər. Bu yüzdəndir ki, insan orqanizminin yetərli qədər vitamin alması vacib amildir. Xoşbəxtlikdən bugün elə bir dövrdə yaşayırıq ki, qida maddəsi bolluğu var. Əgər orta gəlirli, normal gəlirli bir insansınızsa, ən azından həftədə bir neçə dəfə fərqli qida maddələri dadma imkanınız da var deməkdir. Bugün istər kəndlərdə olsun, istər şəhərlərdə çox asanlıqla fərqli qida maddələri ilə, fərqli vitaminlərlə zəngin qidalara rahatlıqla çatırıq, əldə edə bilirik. Ancaq eyni zamanda günümüzdə də çox populyar olaraq vitamin komplekslərinin satışı inanılmaz dərəcədə artıb. İnsanlarda sanki bir təşviş yaranıb ki, onlar müəyyən vitaminin çatışmazlığına məruz qalıblar, yaxud da qalacaqlar və bu çox qorxunc fəsada səbəb olacaq. Buna görə də çılğıncasına vitamin kompleksi alma dəbi yaranmışdır. Və bu təkcə vitamin kompleksləri yox, həm də qida maddələri, qida əlavələri kompleksləri də buna aiddir. İnsanlar sanki belə deyək ki, bütün sağlamlığını bu qida əlavələrində görürlər, buna borcluymuş kimi hiss edib çılğınca bunları almağa və bəzən çox yüksək miqdarda pul xərcləməyə razıdırlar. Ancaq məsələnin digər tərəfindən götürdükdə, dediyim kimi, bugün elə bir bolluğu olan ətraf mühitdə yaşayırıq ki, aldığımız qidalardan qəbul etdiyimiz vitaminlər bizim üçün yetərli olur. Əksər hallarda yetərli olur. Və əgər çatışmazlıqlar olarsa ki, bu dediyim kimi müəyyən simptomlarla özünü biruzə verir və indiki müasir tibbi diaqnostikada bunların xüsusi təhlil, müəyyən etmə metodları var ki, bunlarla təyin olunur ki, bu şəxsdə vitamin çatışmazlığı var və ya yox. Və həmin bu şəxslər çatışmazlığından asılı olaraq müxtəlif vitamin dəstəyi alıb bu durumu ortadan rahatlıqla qaldıra bilirlər. Ancaq digər tərəfdən dediyim kimi indiki dövrdə vitamin qəbulu qidalarla yetəri qədər təmin olunur əksər hallarda. O zaman belə bir sual ortaya çıxır. Bəs görəsən bu vitamin komplekslərinin bu qədər artışındakı səbəb nədir? Bu həqiqətənmi insan vücudunun tələbatıdır, yoxsa sadəcə bir marketinq rolu oynayan ya da marketingdən gələn bir taktikadır? Təbii ki, buna bir mənalı şəkildə cavab vermək, konkret cavab vermək biraz çətin məsələdir. Ancaq ki, indiki dövrdə marketinqin bu qədər hər sahəyə əl atdığı bir zamanda təbii ki, sağlamlıq sahəsinə də, təbii ki, tibb sahəsinə də çoxdan əl atmışdır. Digər tərəfdən isə vitaminlərin uzun müddətli, aşırı, ehtiyac olmadan, yəni orqanizmin tələbatı olmadan istifadə olunması həqiqətən bu dəfə bir çox xəstəliyə gətirib çıxarır. Necə deyərlər, qaş düzəldərkən göz çıxarmaq və bu həqiqətən də ciddi fəsadlarla özünü göstərir. Belə ki, tibbi elmi ədəbiyyatlarda bəzi vitamin növləri ilə xərçəng xəstəlikləri arasında əlaqə təsbit edilib. Buna misal olaraq aşırı dərəcədə uzun müddətli, ehtiyacdan artıq vitamin Y qəbulunun bəzi şəxslərdə prostat vəzi xərçənginə, yaxud da lazım olduğundan artıq miqdarda uzun müddət foltoş su qəbul edən şəxslərdə isə yoğun bağırsağın poliplərinin inkişafına və nəticədə uzun müddətli dövrdə, uzun müddətli zamanda isə yoğun bağırsaq xərçənginə gətirmə riski olduğu, həmçinin də bəzi şəxslərdə A vitamini ilə, xüsusən də siqaret çəkən şəxslərdə həddən artıq qəbul edilmiş A vitamini ilə ağciyər xərçəngi arasında müəyyən əlaqə olduğu ehtimal edilir ki, digər tərəfdən baxanda bu heç də təəccüblü deyil. Çünki vitaminlər, belə deyək ki,
bəsləyici şeylərdir. Yəni qidalandırıcı bir vasitədir. Eləcə də hüceyrə üçün. Hüceyrə vitamini istifadə edir müəyyən funksiyaları yerinə yetirmək üçün. Əgər insanın orqanizmində həddən artıq vitamin varsa ki, bəzi vitaminlərdə kumulyasiya, yəni toplanma əlaməti var. Belə ki, bu vitaminlər, məsələn A, Y, D, K vitaminləri yağda həll olan vitaminlərdir və bu vitaminlərin artıq miqdarda qəbul olunması bədəndə toplanmağa gətirib çıxarır. Çünki bunlar yağda həll olduğu üçün suda həll ola bilmir. Suda həll ola bilmədiyi üçün asanlıqla börək tərəfindən atılmır və orqanizmdə toplanmaq kimi xüsusiyyəti var. Və eləcə də əgər siz üstəgəl böyrək xəstəliyindən əziyyət çəkirsinizsə, bu toplanma daha dramatik səviyyələrə gətirib çıxara bilər. Və bu sadəcə məsum bir toplanma deyil. Əgər orqanizmdə uzun müddət toplanarsa, müxtəlif problemlərə gətirib çıxarır. Dəri problemlərinə, dediyim kimi müxtəlif xərçəng növlərinə, yaxud da qusma, baş ağrısı, baş gicəllənməsi müxtəlif cür özünü təzahür eləyə bilər. O zaman buradan belə bir nəticəyə gəlmək olarmı ki, əgər bir şəxs hər hansısa bir vitamin çatışmazlığından əziyyət çəkmirsə, yetəri qədər, belə deyək ki, normal şəkildə qidalanırsa, ən azından həftədə bir neçə dəfə fərqli bir şeylər dadma imkanı varsa, meyvəsi olsun, tərəvəzi olsun, yaxud da əti olsun. Çox şükür bugün belə deyək, kəskin müharibə dövründə yaşamırıq ki, insanlar sadəcə bir şeylə qidalanır, məsələn kartof və yaxud da buğdayla. Bugün qida çeşidliliyi var və əl çatandır əksər hallarda. O zaman bu cür şəraitdə insanın orqanizminin ehtiyacı olmadığı halda artıq miqdarda vitaminin qəbul edilməsi zəruri midir, yoxsa marketinq belə deyək strategiyası mıdır, yaxud da həqiqətən də ağır xəstəliklərə, ağır xərçəng xəstəliklərinə risk yaradırmı? Baxın, bu sual mənə görə həqiqətən də düşünməyə dəyər bir sualdır. Və bu sualı verdikdən sonra dediyim şərtləri həyat şəraitiniz ödəyirsə, yenə də vitamin kompleksləri qəbul etmək sizə məntiqli gəlirmi? Cavablarınızı kommentlərdə sevə-sevə oxuyacağım. Təşəkkürlər dinlədiyiniz üçün.